masamı gətiriblər yanıma. Canım benim, güzelim benim. O şey yok bu. Uy, şirinim şekerim. Toşun arkası da. Allah baxdı balam. Qardaşına da oxşayır. Dünən yoldaşın şəklini göstərib, mənim balamın, böyük balamın. Toşun oxşayır bacı qardaş bir-birinə. Bu şey alacağım demeli. Nerede aşkım, nerede? Köptün. Ne tez köptün sen? Ne tez köptün? Gece necə yatdıq? Şükürdür. Can yorulmuşdum. Allah köməyiniz. Sağ ol kuzum, sağ ol. Həmişə sağlam olasan balamla. Bu gözəlliklə, bu mələklə, bu aşkla. Da bir kızın oldu, bir oğul. Bu damarlarla, bu genişlənmiş damarlarla, bu trombatma riskimiz çox. Ona görə səni iynə dərman, infeksiyon yenə vurduracağım. Ona görə qurban səndə bir də hamilə qalmağı tövsiyə eləmirəm, riskə girməyək. Yaxşı? Və şimdi də bir qızım var, bir oğlum. Amma aşkım, ginekolog bunu deməməlidir əslində. Nəyə görə?